Hamıya salam. Bugün sizə salonda etdiyim sadə, amma çox effektli sulu manikür prosesini göstərəcəm. Videoda tam proses olmasa da əsas məqamları paylaşmışam. Əvvəlcə barmaqları ilıq suya qoyuram. Bu həm kutikulun yumşalması, həm də əlin rahatlaması üçündür. Valla bu hissə biraz spa kimidir, çox rahatdır. Sonra isə kutikulları ehtiyatla təmizləyirəm. Açığı bu dəfə çəkiliş zamanı yalnız bir barmağın kutikulunu kəsə bildim. O biri barmaqları da çəkmək biraz çətin oldu. Ən sevdiyim hissə isə skrab mərhələsidir. Manikürdən sonra əllərə skrab vururam və yaxşıca masaj edirəm. Skrab həm ölü dərini təmizləyir, həm də əllərə çox gözəl yumşaqlıq və parıltı verir. Əl də tərtəmiz, baxımlı görünür, həm də qoxusu əladır. Əgər belə videolar xoşunuza gəlirsə, mütləq bəyənin, şərh yazın və abunə olun. Dəstəyiniz mənim üçün çox önəmlidir. Tezliklə yenidən görüşərik.